Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı olan əmanətlərin məbləği bir il öncəyə nisbətən 42% artaraq 2026-cı il 1 iyul tarixə milli valyuta ekvivalentində 45 milyon 226 min 900 manat olmuşdur. Əhalinin banklardakı əmanətlərinin artması maliyyə sektorunda müşahidə olunan müsbət dinamikanın göstəricilərindən biridir. Statistik göstəricilər vətəndaşların sərbəst vəsaitlərini banklarda saxlamağa marağının artdığını göstərir. Əmanətlərin 95,1% milli, 4,9% isə xarici valyutada olmuşdur. Milli valyutada qoyulmuş əmanətlərin məbləği bir il öncəyə nisbətən 44,8%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 3,5% artmışdır. Rəqəmlər göstərir ki, əhalinin bank əmanətlərində əsas üstünlük milli valyutaya verilir. Ümumi əmanətlərin 95%-dən çoxunun manatla yerləşdirilməsi bu istiqamətdə formalaşan tendensiyanı açıq şəkildə nümayiş etdirir. Eyni zamanda xarici valyutada olan əmanətlərin də artması əhalinin bank məhsullarından müxtəlif formalarda istifadə etdiyini göstərir. Əhalinin banklarda saxladığı vəsaitlərin artımı həm maliyyə savadlılığının, həm də bank sistemində olan etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Vətəndaşlar vəsaitləri yalnız qorumaq deyil, eyni zamanda gəlir əldə etmək məqsədi ilə bank əmanətlərindən istifadə edirlər. Beləliklə, bir il ərzində əmanətlərin 42% artaraq 45 milyon manatdan çox olması Naxçıvanda əhalinin bank xidmətlərindən istifadəsinin genişləndiyini göstərir. Xüsusilə manatla əmanətlərin 44,8% artması bu dinamikanın əsas hissəsini təşkil edir. Sahil Əliyev, Tərlan İbrahimova, Emin Babayev, NTV Xəbər.